Yəni deyərəm ki, ustalar. Layihə bir növ dizaynerin xəyal məhsuludur və bu xəyal məhsulunun artıq real bir usta qarşısında reallaşması, yəni real tikintidə artıq reallaşması deyərdim. Burada əsas çox önəmli. İşin əsas belə bir imkanı burada başlayır. Yəni, işin icrasında başlayır. Yəni icrası sırf çünki bizdə elə bir şey var ki, yəni ustalar inciməsin o dediyimdən. Çünki ustalar düşünürlər ki, biz oturuq kompüterin başında hər hansı bir proqramda yığırıq 5-10 dəqiqə onlara təhvil verdik. Usta da bunu tətbiqində bizdə bir problem var ki, yeniliklə barışmır. Yəni neoklasikadakı yəni panellərlə barışsın ki, onu işləməyib, onun tətbiqini bilmir deyə bu artıq başlayır dizaynerlə konflikt eləməyə. Ki, deyək ki, bunu dəyişək, ən qədər yaşadığım problemdir. Bəlkə bunu dəyişib başqa şey verək, bəlkə bunu eləyək, ona görə ən çox problem orada olur. Və dizayner məlumatsız olanda bu işlə bağlı əsasını andıra bilmir. Bəli. Məsələn, ustaların yaşadığımız problemlərdən də yəni ən çox o da işi verir dizayner müştəri sonra bunu niyə vermirsən? İzah edə bilmir deyə usta burada haqlı çıxmış görsənir. İşi pisdir və artıq o iş itirmiş olur. Biz hər evə əslində bir reklam qoyuruq. Bizim işə baxmaq lazım. Maddiyyatdan önəmli odur. Hər evə biz bir reklam yığırıq. Yəni gələn qonaqlar da sizin işinizə heyran olmağı biraz çox geniş bir şeydir. Ən azından xoşlarına gəlməlidir ki, sizi axtarsınlar. Mən buna belə bir əlavə edərdim ki, işin layihə və dizayn mərhələsində müştəri hər zaman maksimal yanaşır. Hər şeyin ən maksimum, ən gözəl, ən yaxşısını istəyir. Amma bunun altında yatan büdcəni hələ düşünmür. Artıq layihə məkanlar şəkildə tamamlanır, işin icrasına keçdikdə artıq müştəri başlayır maksimum dərəcədə hər şeydən qısmağa. Bu halda ortaya çıxan nəticəyə baxanda da müştəri deyir ki, mən layihədə belə görmüşdüm, amma reallaşan nəticə bu deyil. Əslində bəzən bayaq orada biz qeyd elədik, dizaynerin müştəri ilə ilkin görüşlərində müştərinin nə istədiyini və ona lazım olan üslubu və onu necə reallaşacağını öngörüb onu izah edə bilməlidir. Yəni, sizin istədiyiniz budursa, bunun altında yatan, bu da nədən gəlir? Əslində, dizaynerin həm texniki bilikləri olmalıdır, həm bütçə bilikləri olmalıdır ki, o düzgün layihənin müştərinin qarşısında edilsin. Bu da nüanslar, bəzən müştərilər bütçəni dizaynerdən gizlədirlər. Yəni, bəzən sual verirsən, nəzərinizdə tutduğun bütçən nədir? Bunu bildirmək istəmir, sanki, bilməm, bunun altında yatan bəlkə bir çox psixoloji bir şeydir əslində. Yəni, əslində zəiflik deməz, amma zəif olduğunu bilmək istəmir. Çünki bizə də olur, məsələn, deyirsən ki, bir panel istəyir, adi paneldən yerəcək. Çox maddi baxımından çox güclü bir qiymət tutacaq. Deyirsən, bəlkə bunu eləməyək, siz eləyin, problem deyil, hər şey yaxşı olacaq, amma onun qarşılaya bilmədiyini hiss edirsən, çünki onun danışığından hiss edirsən, ən azından mənzilə qarşı yanaşmasından bilirsən ki, bəzi şeylərdən məlumatsızdır deyə onu demək lazımdır. Amma qısırlar, hər zaman olur o şeylər.